Day. Şah. Ayşah. Daş. Məlik Məmməd, Bacıoğlu nətər oldu, öldürə bildinmi? Eyib deyil, üçünün də mitlini yandırdım. Şəhzadə Məlik Məmməd, atın üstündə 15 saata yaxındır yol gedirik. Yoxdular da yoxdular. Yoxa çıxıblar, hə? Özüm ölüm 3 şəhər gəzdik. Heç nə yoxdur. Elə bil yer yarılıb içinə giriblər. Şəhzadə Məlik Məmməd, yalvarıram. Yox. Ayvanslarım uydum. Təəssüflər olsun ki, mənə müşayiət üçün verdiyin 2 igidi də itirdi. Onlar qəhrəmanca döyüşüb həlak oldular. Ay, bu nə gözəl xəbərdir. Söyə qurtardı. Ürəyim elə rahatladı Bacıoğlu. İnşallah bu evdən toy səsi gələcək, toy səsi. Yeznə Varavas kişində götür, gəlin. Qızım Lyudmilanı sənə ərə verirəm. Diyar var, geydir bunu gəlsin. Şirin çay verəcək. Ruslancık. Ayda, az indi fırtdığına axada gəlməyir. Demine. Az, sarı pişi, tvay Ruslan ucu ume. Ölüftü. Yatıbsan ev fil qulağında. De ağlama. Ruslana necə qıydın? Saxladım, gecə qıydım, köpəyin qızı. Dikir gözlürüksən aşağıda. Mənə şirin çay verməyin, şəkərim qalxıb donsuz. Bugün bura yığışmaqda məqsədimiz odur ki, Məlik Məmməd balanın sevincinə şərik olaq. Mübarəkbazlıq eləyək. Nə gözəl, ay Eznə, sənlə qudu olmaq da var imiş, ay Eznə. Ay Eznə, sən nə deyəcəm, bu alma var idi, yedin cavanlaşdım, belə nəsə oldu. Ondan mənə da təşkil edə bilərsənmi? Alma? Nə alma? Belə alma lazımdırsa, Deaptovdan alım gətirim də sənin üçün. Papa, deyəsən bu bizim devlərdən götürdüyümüz almadan deyir. Zümrüd almasını. Bilirəm, sakit dur, səs eləmə. Lyudmila xanım, xahiş edirəm ağlamayasınız. Ağlamaq səbəbiniz tam olaraq nədir? Bəlkə sizə yardımcı ola bilərəm. Ruslan ölür. Aydındır. Araşdırmalarımdan belə nəticəyə gəldim ki, Ruslan hal-hazırda dostları Böyyağa və Çoban bəylə meşədə gecələyirlər. Mürəbbə. Lyudmila xanım, neçə dəfə deyim, mürəbbə var nədir? Mən mürəbbiyəm, mürəbbi. Kağız qələm ver. Məktub yazmalıyam. Təcili.